Analoji hadisə Cəlilabadda da baş verib. Belə ki, son günlər ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti səbəbindən cənub bölgəsində əksər çaylarda bol sululuq müşahidə olunur. Cəlilabad rayonundan keçən Mişar çayda isə son 24 saat ərzində suyun səviyyəsi maksimum həddə yaxınlaşıb. Əsasən yağış və qar suları ilə qidalanan Mişar çay üzərində olan su anbarında suyun səviyyəsi maksimum həddə çatıb. Hazırda Mişar çayın məcrasından çıxma halları qeydə alınmayıb, lakin məcrasına yaxın bəzi çökək ərazilərdə suyun ətrafa sızması müşahidə olunur. Təhlükə də burada yox desinə, qabaq keçmiş ordunun üstündən axırdı, yub apardı bəndi. Qabaqlarda fəsad törədirdi, evləri uturdurdu, dağılırdı. Yay aylarında tamamilə quruyan çayın məcrasından hazırda maksimum həddə su keçir. Çay boyu ərazilərdə təhlükənin qarşısını almaq məqsədi ilə qəza vəziyyətləri üçün nəzərdə tutulan örtücü kanallar artıq işə salınıb. Bütün ərazini nəzarətə götürmüşük. İdarədə, həmin ərazilərdə növbəti texnikalarımızla, canlı qüvvə ilə biz səfərbər olmuşuq. Burada rezerv yer saxlayırıq ki, mütəmada suyu buraxırıq ki, aşağıda gedib hansısa fəsad törətməsin. Xatırladaq ki, son yağıntılardan sonra cənub bölgəsindəki əksər çaylarda bol suluq yaranıb. Hazırda çayların səviyyəsində artım müşahidə olunsa da, təhlükəli həddin aşılması halı qeydə alınmayıb. Lakin qarşıdakı günlərdə intensiv yağıntıların davam etməsi bəzi ərazilərdə əkin sahələri və həyətyanı sahələr üçün risk yarada bilər. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space xəbər.